Bismillahirrahmanirrahim. Assalamu aleykum və rahmetullah. İmam Rıza Aleyhisselamın mübarək mevludu münasibəti ilə hamınızı təbrik edirəm. Allah Teala imamın ziyarətini, ahirətdə də şəfaətini bizə nəsib eləsin. Ağa, salamu aleykum və rahmetullah. Salamu aleykum. Mən də təbrik edirəm həm sizi, həm bütün İmam Rıza Aleyhisselamı sevən insanları. Çox sağ olun. Allah razı olsun sizdən inşallah. İmam Rıza Aleyhisselamın həyatında ən önəmli məsələ, mövzu, ona istəyirəm toxunum. Amma ilk öncə istəyirəm ki, bir elanı deyim. Biz söz vermişdik ki, Quran-ı Kerimdən və hədis məsələ, bir də hədis məsələsi. O barədə, o mövzuda danışardıq. Amma bu gecə İmam Rıza Aleyhisselamın mövluduna təsadüf etdiyi üçün istisna qail oldu. Bəli, bu gecə inşallah İmam Rıza Aleyhisselamın mövluduna həsr eləyirik. Gələn günlərimizdə, gələn çıxışlarımızda yenə də qayıdarıq öz mövzumuzu, Quran-ı Kerim. İnşallah. İmam Rıza Aleyhisselamın həyatında ən önəmli mövzu. Yəni, İmam çoxlu mövzulara toxunub, çoxlu mövzuları diqqət mərkəzində saxlayıb, amma bir mövzu var idi ki, ən çox diqqət mərkəzində idi. Hara çatırdı, o haqda danışırdı. Və sanki bir qədər İmam Əleyhisselam o mövzunu daha çox açıqlamaq istəyirdi, daha çox o haqda danışmaq istəyirdi. İstəyirəm o haqda danışaq ki, o hansı mövzu idi, görəsən İmam Aleyhisselam onu həmişə diqqət mərkəzində saxlayırdı. Bismillahirrahmanirrahim. Siz nəyi nəzərdə tutmuşsunuz, mən bilmirəm. Amma mən İmam Rıza Aleyhisselamın həyatına baxanda o bir həyatda görkəmli şəxsiyyətlər var. Bir də həyatın görkəmli, diqqəti cəlb edən, diqqətə layiq mərhələləri var. Məsələn, İmam Hüseyin Aleyhisselamın həyatında ən çox gözə çarpan o barışmaz mövqi, qiyamçılıq, şəhadət. Ya İmam Cəfər Sadiq Aleyhisselamın həyatında mümkün qədər elm tələbələrini çoxaltmaq və yaxud İmam Zeynəl Abidin Aleyhisselamın həyatında o dualara ehtimam. İmam Rıza Aleyhisselamın həyatında mənim başa düşdüyüm bir neçə istiqamət idi. Biri buydu ki, imamət və vilayətin tövhidin nəinki bir hissəsi olduğunu, tövhidin tövhid olma şərtinin vilayət olduğunu diqqətə çatdırmaq ki, o məşhur hədis-i silsilətü zəhəb, qızıl silsilə, qızıl zəncir hədisi, raviləri hamısı məsumlardır. O hədisdə bunu göstərir və o əhvalat, indi bilmirəm, vaxt olsa bir dəfə geniş var, danışarıq ki, misli görünməmiş bir hadisə idi. Nişabur regionuna çatanda, Nişabur ərazisinə çatanda yazırlar ki, sadəcə əli qələm tutub yazanlar ki, götürmüşdülər kağız qələm gəlsinlər, imamın dediyini yazsınlar, 20.000 nəfər idi. Yəni, 20.000 nəfərin həm imamın o sözünə diqqət etməsi, həm ora lazımı vaxt gəlməsi, o çöllükdə imamı qarşılaması, o hədisi yazması və belə bir izdihamın qarşısında ki, sadəcə yazanlar 20.000 nəfər idi, izdiham indi nə qədər idi, o dövrdə, Abbasilər dönəmində və imamın belə bir vəziyyətdə məhz bu mövzunu seçməsi ki, kəlimətü la ilahə illallah hisni. Allah Teala buyurur ki, la ilahə illallah etiqadı, kəlmə deyil, kəlmə yəni əqidədə inancı. La ilahə illallah inancı mənim möhkəm qalamdır, istihkamımdır. Fəmən dəxələ hisni əminə min əzabi. Mənim bu istihkamıma daxil olan əzabımdan amanda olar. Sonra İmam Əleyhisselam təbliğat üslubundan istifadə edir. Sözü bitmişmiş kimi başlayır oradan enməyə.
Bəli. Bir-iki pillə endikdən sonra minbərdən dayanır. Yenə diqqəti cəlb edir. Hamı baxır ki, imam görürsən nəyi deməyib. Buyurur ki, bişərtiha şurutiha amma şərti var tövhidin və ənə min şurutiha. Və mən onun şərtlərindən biriyəm. Və maraqlıdır ki, demir əl-imamətu min şurutiha. İmamət onun şərtlərindən biridir. Xeyr. Mən onun şərtlərindən biriyəm. Bir növ o dövrdəki ab-havanı yönləndirir ki, mən konkret sizi dəvət edirəm. Allaha doğru gedən yolun, bu karvanın sarbanı, başçısı mənəm. Konkret. Bir bu məsələdir. İkinci mənim diqqətimi cəlb edən imamın həyatında İmam Rıza əleyhissalam zalə təfəkkürünə qarşı, azğın təriqətlərə, təbliğatçılara qarşı çox möhkəm şəkildə ehtimam göstərir, əzmkarlıq göstərir. Bütün elmi məclislərdə iştirak edir. Yəni demir ki, bu ateistdir, bununla danışmayın, bu xristiyandır, bununla danışmayın, bu nə bilim, məsələn, nə bilim, kimdir, vaqifiyyət nədir bunlar? Hamı ilə danışır və necə danışır. Bu da öz yerində və bir də mən əziz məddahlarımıza buradan bir İmam Rıza əleyhissalamın həyatı ilə qədər mesaj vermək istəyərdim. İmam Rıza əleyhissalamın həyatında çox diqqəti cəlb edən Əhl-i Beyt əleyhissalamın informasiyasını yayan, təbliğatını yayan, o dövrün mətbu orqanları yox idi. O dövrün mətbuatı şairlər idi, məddahlar idi. Yəni canlı belə deyə mətbu orqanları idi. Elə əslində indi də effektivi odur. Sosial şəbəkələrdə də olsa, yenə də o canlı təbliğatın dadı, tamı, effektivliyi, təsiri başqadır. İmam Rıza əleyhissalam ağla sığmaz qiymət verirdi. Yəni, bir nəfər gəlir İmam Hüseyin əleyhissalam haqqında bir dənə şeir deyir. İmam həmin vaxt ixtiyarında olan bütün imkanları, hətta öz illərlə gecə namazı qıldığı bir köynəyini də, əbasını da verir ona. Yəni bu bir dənə şeirə, bir dənə mərsiyəyə, bizim məddahlarımıza buradan nə qədər Allah Taala'nın övliyaları tərəfindən qiymət verilir, bu bilinməlidir. Öz qədirlərini bilməlidirlər. Öyle bilməlidirlər İmam Rıza əleyhissalam hansı mərsiyyə, hansı mədhiyyəyə verirdi bu qiyməti, bu dəyəri. O mədhiyyə ki, insanda bir təbəddülat yaratsın. Fərqi yoxdur. Ənənəvi olsun, nə bilim, əruzda olsun, nə bilim, azad şeir janrında olsun, ya nə bilim, hansı muğam üstündə olsun. Əsas odur ki, o sözlər, o ifadələr müxatəbi necə tərpədirdisə, imam götürürdü. Məsələn, bu qədər, bizim müasir dillə desək, 10 minlərlə manat birdən-birə verirdi ona ki, o bu işi davam elətdirsin. Bu üç sahə mənim çox gözəl. Əslində, bütün imamların həyatına baxanda elə bu üç sahə ən önəmli mövzular olub. İmamlarımız həqiqətən də bu mövzuya əhəmiyyət veriblər. Çünki səbəb bəllidir də. İmamların mövqeyi belə idi ki, ümumiyyətlə tarixə bir nəzər saldıqda görürük ki, həqiqi İslamın aradan itməsi təhlükəsi var idi ki, Əhl-i Beyt əleyhissalamın... Elə Kərbəla aşırı hadisəsi ona görə əhəmiyyətlidir də, yəni. Əhl-i Beyt əleyhissalamın ən böyük uğuru və gördüyü iş... Və qayğısı buydu. Bəli. Əsl İslam təfəkkürünü saxlamaq. Həm bu təfəkkürü yaşadan bir zümrənin formalaşması, bir nəslin, bir zümrənin, bir qrupun... Səngər hazırlayırdılar da, bir qala hazırlayırdılar ki, gələcəkdə hər nə qədər batil təfəkkürlər çoxalsa da, bu, yəni, həqiqi o zülal
belə deyək, sirab edici mayeni saxlamaq lazımdır. Mütləq. O təfəkkür qalmalıdır. Bəli. Siz təsəvvür eləyin ki, əgər imamların bu təşəbbüsü olmasaydı, bugün doğrudanmı biz Doğru yol tapmaq, bəli. İslamın nədən ibarət olduğunu bilə bilərdikmi? Çünki o qədər təriqətlər, o qədər məzhəblər yaranıb ki, hamı özünü haqq bilir, hamı iddiaçıdır. Amma biz görürük ki, yəni, kifayət qədər nöqsanlar var. Həm məzmun baxımından, ideoloji baxımdan, həm məntiq baxımından paradoksal təfəkkürləri asanlıqla həzm eləyən məntiqlər yaranıb. Özdə bir nəfər deyil, 1 milyon deyil, 1 milyar deyil. Yəni insanlar baxırsan heç bir meyara əsaslanmırlar, heç bir argumentə, aksiyona əsaslanmırlar. Sadəcə din adına deyilib. Vəssalam. İndi bilirsiniz, son vaxtlar bir cərəyan yaranıb. Çox da dəyərli insanlarla tanıyıram o cərəyanın daxilində və təəccüb edirəm ki, məsələn, görürsən bunlar bir çox yəni Əhl-i-Beyt məktəbini tənqid atəşinə tutan bir çox cərəyanlara qarşı sosial şəbəkələrdə mübarizə aparırlar, uğurlu da mübarizə aparırlar. Amma məsələn, açıq-aşkar deyirlər ki, biz hədisdə rical elmini qəbul etmirik. Yəni, rical elmini qəbul etmirəm, yəni bütün ravilər məsumdurmu? Yəni, nədir bunun, yəni məntiq əsası nədir bunun məsələn? Baxırsan ki, ay Allah, bu və bunun davamçıları var. Güclü, elmi savadı olan insanlardır bunların davamçıları. Digər ki, burada görsən axsıyır. Məlum məsələdir, hacı, o ravilərin o məsələsini qəbul etsə, öz etiqadı kökü dağılacaq. Bu fundament qurub, bu fundamenti məhz onun üstündə qurub. Ravilərin biz rical elmində hər sahəyə söz tapıb yazmağı deməyə. Burada görür ki, bir söz yoxdur, deyir ki, yerli-divli qəbul etmiş. Bəli, çünki o hədislərə əsaslanıb fundament yaradıb ki, o hədislərin sənəd baxımından, rivayət baxımından çox ciddi deməli problemləri var. Ona görə bəri başdan o şərti qoyur ki, biz bunu qəbul edirik, ona ki, yaşaya bilsinlər. Bu çox deyə, yəni əslində bu məzhəblər, təriqətlərin baxanda, onların məntiqinə, dünya görüşlərinə baxanda görürük ki, bir çoxlarında belələr. İndi dilə gətirmək istəmirəm mən. Təbii ki, o şeyləri. Hamısına hörmətimiz, ehtiramımız var. Ehtiramımız var. Mövzumuz da o deyil zaten. Mövzumuz odur ki, Əhl-i-Beyt əleyhissalam həqiqətən də çalışırdılar ki, İslam təfəkkürünü, Həzrəti Peyğəmbərin təfəkkürünü yaşatsınlar, inkişaf elətdirsinlər və İslamın düzgün izahını versinlər. Həm özləri, öz yaşantıları belə idi, buna hesablanmışdı. Yəni həyat tərzlərini də onun üzərində qurmuşdular. Həm də onların fəaliyyəti məhz bu mövzuya köklənmişdi. Məsələn, onlar Əhl-i-Beyt əleyhissalam həmişə maarifçiliklə məşğul idilər. Bəli. Həmişə alim yetişdirirdilər. Siz İmam Rza əleyhissalamdan o Nişapur səfərindən, siz Mərvə səfərindən, Nişapurdan misal gətirdiniz. Əslində bunun bir sosial baxış etmək lazımdır ki, necə oldu ki, o regionda o qədər alim var, hansı ki Əhl-i-Beyti sevir, Əhl-i-Beytin ardıcılıdır və nəinki ardıcılıdır, eşidiblər ki, İmam Rza əleyhissalam gəlib, kağız qələm götürüblər ki, İmam Rza bir hədis deyər, bir elm deyər, biz onu qeyd eləyərik. Bu qədər alimlərin Əhl-i-Beytə yönəlməsi, bu sosial baxımdan, bu ictimaiyyət baxımdan, yəni cəmiyyətşünaslıq baxımdan nə demək? Mühümdür. Özdə tarixin o dönəmində 8-ci əsrdə təxminən. Bunu kim yetişdirdi? Hardan yetişdi? O cür böhran vəziyyətində. Böhranlı vəziyyətdə, o cür Əməvi xilafəti, Əməvilərin təzyiqi. Abbasilər Əməvilərdən daha belə deyək, pis çox bilmişcəsinə, daha hiyləgərcəsinə iş görürlər. Çünki Əməvilər Əhl-i-Beytin və tərəfdarlarının təbliğat metodlarından
çox dərin şəkildə agah deyildilər. Amma bilirdilər. Abbasilər bildilər, çünki Əhlibeyt tərəfdarlarının Əməvilərə qarşı olan o təbliğatda, mübarizələrdə bunların tərəfdarları da iştirak edirdilər. Bəli. Ona görə bilirdilər onlar. Bəli. Ona görə onların Xüsusilə İmam Rıza əleyhissalamın müasiri Məmun Ər-Rəşiddir, özü nəhəng bir alimdir. Bəli. Mübahisə eləməyi bacaran, elmi müzakirə, debatları bacaran bir alimdir və üstəlik əsl nəsəb baxımından da avantajı var, imtiyazı var. Biz də Bəni Haşimlənik, yəni Abbasin nəslindənik. İndi mənim diqqətimi nə çəkir İmam Rızanın həyatında? İmam Rıza əleyhissalamın həyatında siz bayaq qeyd etdiyiniz kimi, elə mən də onu nəzərdə tutmuşdum. İmamət və vilayət məsələsi. İmam Rıza əleyhissalamın ən çox müraciət etdiyi mövzu məhz imamət və vilayət məsələsidir. Sanki İmam Rıza əleyhissalam çox açıq formada, çox aşkar formada imamət məsələsini gündəmə gətirirdi. Harun Ər-Rəşidin dövrü idi, onun bir dövrü Harun Ər-Rəşid. Sonra Harun Mədinə dövrü idi o. Bəli, Harun Ər-Rəşiddən sonra Əminin dövrü də Az bir miqdarda Mədinədə keçdi. Ondan sonra Məmunun dövrü. Yəni 20 il İmam Rıza əleyhissalamın imamət dönəmidir. 10 il Mədinəyə təsadüf verildi. Təxminən 10 ildə bu tərəf. İndi məsələ burasındadır ki, İmam Rıza əleyhissalam çox aşkar formada imaməti təbliğ edirdi. Yəni demək olar ki, elə bir şərait, elə bir deməli vəziyyət çox az hallarda yəni olub. Çox az bir məqamda, şəraitdə imamlarımız imamət mövzusuna toxuna biliblər. Adətən gizli məclislərdə, adətən dost olan məclislərdə, adətən öz şəxsi məclislərində toxunurdular. Xüsusi məclislərdə. Bəzən, bəli, bəzən həcdə, bəzən Ərafatda İmam Sadiq əleyhissalam toxunub, bəzən. Amma heç biri İmam Rıza əleyhissalam qədər imamət mövzusuna toxunmur. Heç birinin o şəraiti də olmayıb. Yəni o birbaşa hakimiyyət kürsüsünə malik idi. Bəli. Hələ hakimiyyətdən əvvəl, hələ Mədinə dönəmində. Çox aşkar formada imamı, yəni özü də imaməti elə təbliğ edirdi ki, özü də deyirdi ki, mən layiqəm buna. Mübhəm saxlamırdı, yəni birbaşa konkret ünvan göstərirdi. Yəni nə baş vermişdi ki, İmam Rıza əleyhissalam bu addımı atırdı? Bu sözün biraz davamında, imtidadında mən bir söz demək istəyirəm. Fikir verin, İmam Musa Kazım əleyhissalamı Harun Ər-Rəşid çağırır, deyir ki, mən istəyirəm Fədək bağını qaytarım. Zəhmət olmasa onun sərhədlərini təyin edin, mən qaytarım. Hüdudlarını təyin edin, mən qaytarım. İmam Musa Kazım əleyhissalama kağız qələm verirlər. İmam Əli ilə bir hüdudlar təyin edir, qaytarır Harun Ər-Rəşid. Harun Ər-Rəşid görür ki, bütün İslam torpaqlarını qeyd edib. Yəni, İslamdan Afrikaya, bilirik ki, Harun Ər-Rəşidin dövrü Abbasiliyin İslam xilafətinin qızıl dövrü sayılırdı. Yəni, dünya demək olar tək qütblü idi də. O da onun əlində idi, ixtiyarında idi. İmam Musa Kazım əleyhissalam başa salır ki, bu fədəkdir, vilayətdir, imamətdir. Bu, bizim malımızdır söhbətindən daha böyük söhbətdir. Bu İslam deməkdir. Bizi Allah təyin edib İslamın keşiyçisi olaraq. Fədək bir gün bağı idi, indi bütün məmləkətdir. Söhbət İslam müdafiəsindən, İslam idarə etməsindən gedir. Eyni tendensiyanın davamını İmam Rıza əleyhissalamın Məmun Ər-Rəşidə cavabında görürük. Məmun Ər-Rəşid imamı çağırandan sonra Mərvə, Xorasana bir məclis təşkil elədi. Dedi ki, mən xilafəti təqdim edirəm sizə. Bu xilafət ki, mənimdir, mən bunu verirəm sizə. İmam buyurdu ki, əgər bu xilafət Allah tərəfindən sənə verilibsə, sən layiq görülmüsənsə bu işə, həqiqətən, sən nə haqla ilahi əhdi başqasına verirsən?
Əgər sən layiq görülməmisən, sənin deyilsə, sənin olmayanı nə haqla başqasına verirsən? Sən başa salır ki, xilafət padişahlıq deyil, istefa verirəm. Yəni xilafət, yəni Allah bir şəxsiyyət olaraq bu şəxsin vücudunda bir əhd-peyman imzalayıb, bir missiya tapşırıb, bir risaləti var. Bu adam sözün bir mənasında rəsuldur. Yəni bir imam deyə bilməz, mən imam olmuram, verirəm sənə bu imamlığı. Bu zahiri xilafətdə, padişahlıqda mümkündür. Qoşun kömək eləməz, qoşun satqın çıxar. İmam Hüseyin əleyhissalam məcbur qalar zahirən əl çəksin padişahlıqdan, Muaviyə olsun padişah. Amma imamlığı üzərində Muaviyə imam olmadı ki. Muaviyə imam olmadı. Hələ həmin İmam Musa Kazım əleyhissalama Məkkədə səhv eləməsəm bir dəfə Harun Rəşid dedi ki, yəni zaman atmaca atırdı da ki, güya öz aləmində İmam Musa Kazım əleyhissalamın gözləntisi bitsin. Yəni sənin yolun yoxdur bu xilafətə. Dedi ki, bilirsən də bu əmoğlu bu xilafət coğrafiyasındakı bütün insanlar mənə tabe edilir. Mən hamısının xəlifəsiyəm, padişahıyam. İmam buyurdu, düzdür. Amma sən onların cisimlərinin padişahısan. Onların qəlbi bizim əlimizdədir. Yəni biz ruh lideriyik, mənəviyyat lideriyik. Sən mənəviyyatı, fitrəti insanlardan qopara bilməzsən ki, yəni heç vaxt ilahi risaləti sən əldən çıxara bilməzsən, mümkün deyil. Fikir verin, necə şəffaflaşdırırlar. Həm o zalim padişaha cavab verirlər, həm ata, həm oğul. Həm də elə cavab verirlər ki, bu imamların imamətini başa düşən, qəbul edən aydınlaşsın ki, imamət nə deməkdir? Aydınlaşsın fədək nə deməkdir? Aydınlaşsın imamətin missiyası nədir? Xilafət nə deməkdir? Aydınlaşsın ki, bunlar xilafəti hətta tərifini də qəsb eləyiblər. Xilafət sözünün tərifini qəsb eləyiblər. Xilafət yəni Rəsulullahın canişini. Rəsulullah sallallahu aleyhi və aleyhin canişini addım ba addım, ləpir bə ləpir onu davamında hərəkət eləməlidir. Bir addım çəkilirsə, bir addım qədər bu xilafət deyil. Bunu açıqlayırdılar. Bu məsələ hətta üzr istəyirəm. Hətta deyirlər ki, Harun Rəşidlə İmam Musa Kazım əleyhissalam arasında vaxtaşırı bu cür atmacalar olurdu. Məsələn, bir dəfə, çünki onlar nəyə görə deyirlər, biz də xəlifə olmalıyıq? Çünki biz də Peyğəmbərin qohumlarıyıq. Yəni, Peyğəmbərin əmsi uşaqlarıyıq. Biz Abbasın uşaqlarıyıq, siz də Əlinin uşaqlarıyıq. İndi orada bir dəfə Harun Rəşid gəlmişdi Mədinəyə, ziyarətə. Cəmaatın arasında o izdihamda gəldi Həzrəti Rasulullahın mübarək məzar-ı şərifinin üstündə dedi ki, Əssalamu aleykə yəbnə əmmi. Salam olsun sənə, ey əmoğlu. Bunun uca səs nədir? Bu cəmaat da eşitsin. Peyğəmbərin əmsi oğlu, layiqli canişinəmdə. Deyir, bu anda İmam Musa Kazım əleyhissalam gəldi və qaldı Həzrəti Rasulullahın qəbrinin, məzarının üstündə, yanında dedi, Əssalamu aleykə ya əbəti. Salam olsun sənə, ey atam. Bunu da uca səslə dedi ki, yəni hamı eşitsin. Sonra İmam Musa əleyhissalam Harun Rəşidə orada buyurur ki, İmam Musa Kazım əleyhissalam Harun Rəşidə orada buyurur ki, əgər deyir Peyğəmbər sən deyir öz qızını Peyğəmbərə versən, Peyğəmbər istəsə sənin qızın da evlənsin, verərsən? Deyir ki, bəli, verərəm. Bu bizim üçün şərəf olar. Deyir, bəs mən necə, mən bu işi görə bilərəm, məndən istəyə bilər? Deyir, yox, çünki öz nəvəsidir. Bizimlə sizin aranızda fərqimiz budur. Bir də mən nəyə diqqəti yönəltmək istəyirəm? İmam Rıza əleyhissalamın, düzdür, bizim aramızda tanınan, məlum olan, məşhur olan ləqəbi Rızadır. Və bu ləqəbin də çox lətif bir mənası var. Deyirlər, İmam Rıza əleyhissalam insani münasibətləri elə qururdu ki, heç kəs ondan narazı qalmırdı. Hamı razı qalırdı. Bir də Allah Taala'nın razısı.
İslam tarixçilərini biz araşdıranda o, yəni imamların həyatını yazan Şeyx Sədur, Şeyx Müfid kimi insanların həyatını, kitablarına baxanda nə görürük? İmam Rza İslam məşhur ləqəblərindən biri alim-i Ali Muhammed. Peyğəmbər nəslinin alimi. Mən bunun bir neçə nümunəsini öz səviyyəmdə araşdırmışam. Həqiqətən imam tükü-tükdən seçəcək qədər dəqiq elmi izahlar verib. Mən bir Əl-Mizan kitabında bunlardan birinə toxunulub Taha surəsinin 110-cu ayəsi arasında La yuhayatuna bihi ilma. Heç kəs Allahı elmi şəkildə anlaya bilməz, əhatə bilməz. Çox qəribə, çox şirin bir tarix rəvayətdir. İndi kim oğlu kim yadımdan çıxıb. Gəlir İmam Rza Əleyhisselama deyir ki, məşhur bir yayımlanan bir məlumat var, bir rəvayət var ki, Resulullah sallallahu aleyhi ve aleyhi Allah Teala'nı bir neçə dəfə görüb. Fiziki gözlə görüb. Yazır, sonra deyir ki, sizin fikriniz nədir bu barədə? Özü də bu əhvalatı elə danışır, sanki bunu bilməyən yoxdur da, yəni hamı bilir ki, Resulullah görüb Allah. İmam əsəbləşir. Buyurur, məzmunu budur imamın cavabının ki, sən Taha surəsinin 110-cu ayəsini oxumusan. Deyir, necə ki? Deyir, Allah buyurur, la yuhayatuna bihi ilma. Allahı elmi şəkildə əhatə eləmək mümkün deyil. Yəni, onun zatını bilə bilmək mümkün. Deyir, onun nə dəxli var bura? Diqqət edin, deyir, dəxli budur ki, insan bir şeyi görə bilsə, elmi izaha ehtiyacı olur, görə bilməsə, deyir, görə bilməsə, görə bilsəm nəyə ehtiyacı var elmi izaha? Mən bir şey görürəmsə, mən onu argumentlə sübut eləməyə ehtiyac yoxdur ki, kör gördü də. Burada nə var ki? Deyir, yaxşı, əgər hətta elmi şəkildə Allahı əhatə eləmək mümkün deyilsə, gözlərinizi görmək mümkündür. Yəni, hardan gətirir təfsiri? Bu, yəni, biraz beyində, trayektoriya istiqamətlərdə geçsin də müxtəlif tinə bucağa. Adam deyir, ay Allah, alimin ayətlə Cavadiyamın gözəl bir sözü var, bəzən deyir ki, bu Quran öpüləsi Quran deyil. Bu imam ziyarət olunası imam deyil. Yəni, bunların elmi məqamına görə bunların qarşısında təzim eləməkdən başqa çarə qalmır ki. Nə çarə qalacaq? Bunu həmin o ayətlə Cavadiyamını bir çox ayələrin təfsirində deyir ki, təfsiri izah edir, sonra buyurur ki, əgər, mən bunu tamaşaçılar deyirəm, siz bilirsiniz, əgər Əhl-i Beytin bu açıqlaması olmasaydı, biz hardan bilərdik ki, məsələn, bu ayədə bu var. Əgər Əhl-i Beytin bu açıq, adam baxır, doğrudan da bunlar bizə yol göstərirlər. Biz adi halda ayəni necə oxuyurduq? Allah elmi şəkildə əhatə eləmək mümkün deyil. Yaxşı. Amma imam nəyə çıxardır üzə? İmam buradan sübutu etirir ki, Allahı gözlə görmək ona görə mümkün deyil ki. Biz gözlə görə bilmədiyim, yəni bir varlığı gözlə görə bilmək birinci mərhələdir. Bu mümkün olmasa keçirik növbəti mərhələyə. Allah növbəti mərhələni inkar edirsə, bunu çoxdan inkar etmiş olur. Hardan hara gətirir, sözü çatdırır. Bu ifadələr imamların həyatında və yaxud mən neçə illik, Allah qəbul eləsə də bilmirik indi niyyətimiz nədir. Neçə illik bu təbliğatda nəyin şahid olmuşam? Hər dəfə təbliğat aparanda, bir təbliğat uğuru əldə edəndə, kimisə qəlbinə bu hədislər, ayələrlə yol tapa biləndə, bu hissi yaşamışam ki, İmam Rza ağa bu sosioloji məsələni düz hədəfindən vurur. O da nədir? İmam buyurur, İmam Rza Əleyhisselam, bizim sözlərimizi xalqa olduğu kimi çatdırın. Əgər bunu edə bilsəniz, görəcəksiniz ki, cəmaat dəstə-dəstə hücum çəkirdiyini qəbul eləməyə. Gəlir yox. O necə Əli Əleyhisselamı xilafətə seçmək üçün tökülüşdülər, İmam Həsən əleyhisselam geçək kişilər, döyüşçülər edilər də Həzrət Rəsulullah buyurur ki, az qaldı oğlanlarım ayaq altda qalsınlar. Elə izdiham gəldi. İmam Rza əleyhisselam buyurur, hücum çəkərlər, yəni qarışıqlıq olar ki, mən də qəbul edirəm İslamı.
İslamın müəyyən qədər əcnəbi qəbul edilməsinin, İslama ögey münasibətin səbəbi məhz İslamın olduğu kimi çatdırılmamasıdır. Budur vəziyyəti yaradan. Və fikir verin, imamın bu sözünü İslamı sevməyənlər bizdən yaxşı başa düşüblər. Bugün artıq İslamı gözdən salmağa çalışırlar. Niyə? Çünki bilirlər ki, İslamla, İslam məntiqi ilə açıq meydanda mübarizə mümkün deyil. Uduzacaqsan. Karikatura çəkmək, nə bilim, istənilən cinayətkarı bu və ya digər formada İslamla əlaqələndirmək, bu hacı filan kəsdir, bu Kərbəla, bu filan. Yəni, istənilən vəziyyətdə Qurana böhtan atmaq, hədisə böhtan atmaq. Bilirsiniz, bizim bu təbliğat müharibəmiz, bu səngərimiz çox genişdir. Buradan hədisə hücum eləyirlər. Oradan müdafiə edirsən, buradan Qurana hücum eləyirlər, müdafiə edirsən, buradan əqilli baxımdan hücum eləyirlər, müdafiə edirsən, buradan fiqhi baxımdan hücum eləyirlər, müdafiə edirsən. Burada görürsən ki, Əhl-i-Beyt məktəbinin içində bir problem yarandı, qulat yaranır, nə bilim, neçə imamlar. Yəni, şeytan bütün qüvvələrini səfərbər eləyib və şeytanın hilələrinin bu geniş miqyasının fonunda biz imamların təbliğat metodlarına baxırıq. Adam həqiqətən heyrətə gəlir ki, necə işlər görüblər bunlar ki, hələ qüvvələr tənasübü təxminən çox pis vəziyyətdədir. Hal-hazırda İslam təbliğatı ilə İslamın əleyhinə olan təbliğatın qüvvələrini biz müqayisə etsək, ağlasığmaz fərq yaranır. Yəni, tamam nabərabər bir döyüşdür də. Bütün texnoloji avadanlıqlar əks tərəfdədir. Biz də onların avadanlıqlarından müəyyən qədər faydalanırıq. Məsələn, sosial resurslardan istifadə edib təbliğat aparırıq. Buna rəğmən, İslam yenə öz qüvvəsindədir, çoxalır, ağıllılar qəbul eləyir. Mənim yadıma gəlir, bir dəfə biz mərhum Aynəs kanalında bir dəfə verilişə çıxmışdıq. Orada o verilişdən sonra, mövzu da din-dinsizlik mövzusuydu. Verilişdən sonra o əks tərəfin nümayəndəsi olan bir psixoloq mənə yaxınlaşdı, dedi ki, mən və məni kimlər bilirsiniz, niyə siz və sizi kimlərlə bacarmırıq? Dedim, niyə? İndi adını çəkmirəm də, indi həmin adam öz işindədir. Dedi, ona görə ki, biz həm insanlara öz fikrimizin əsaslarını bildirməliyik, həm təzminat, zəmanət, qarantını biz təyin eləməliyik, həm metodologiyanı özümüz tətbiq eləməliyik. Yəni, bunlar hamısı bizim əlimizdədir. Amma sizin Peyğəmbəriniz təzmini verib, deyib, kim qulaq asda cənnət edəcək. Metodu verib, deyib, çıxın minbərə danışın, cəmaat qulaq asacaq. Çıxıb danışır, cəmaat qulaq asır. Auditoriya hazır, metod hazır, təzminat hazır. Sizə qalır bir dənə çatdırmaq. Və İmam Rıza əleyhissalam burada bizə tapşırır ki, xəyanət eləməyin. Öz fikrinizi çatdırmayın. Allahın fikrini çatdırın. Və burada biz zaman-zaman, mən biraz çox danışdım, bağışlayın. Biz təbliğat debatlarında nə ilə rastlaşırıq? Bəzən biz özümüz belə qarşı tərəfin təzyiqi nəticəsində şübhəyə düşürük sanki. Məsələn, deyir ki, Peyğəmbərin namazı. Adamın ağlına ki, mən nə deyim bunun qarşısında? Bu deyir Peyğəmbərin namazı. Yəni, o qədər təzyiq göstərib. Artıq mən öz əqidəmdə şübhəyə düşmüşəm ki, deyəsən, mən Peyğəmbərin namazını qılmıram. Yəni, təsəvvür edirsiniz, nə vəziyyət yaranır. Hamıda təbliğatın o sehrinə uyur ki, Peyğəmbər namazı başqadır, bunların namazı qardaş başqadır. Əgər Peyğəmbər başqa cür namaz qılıbsa və mən onu qəbul eləmirəmsə, mən kafirəm. Mən sabah axirətim, aqibətim, müqəddəratım sual altına gedir. Biz öz növbəmizdə öncə gərək Əhl-i-Beyt əleyhissalamın həqiqi xalis dini çatdırması barəsində özgüvənə çataq. Özümüzə güvənək ki, doğru yoldayıq, məntiqlə, argumentlə. Ondan sonra o özgüvən mikrofonundan, tribunasından çıxış eləyəndə təsirini göstərəcək. Və o zaman biz imamın dediyi, buyurduğu tövsiyə əməl eləmiş olacaq ki, olduğu kimi çatdırın.
Olduğu kimi kimsə bəzən biz öz metodlarımızı qatırıq. Lazım deyil bu. Yox, bunu bilirsiniz 14 əsrdə alimlər belə danışırlar. Bu doğru deyil. Nə doğru deyil, qardaş? Sən insan sosiologiya, cəmiyyət sosiologiyasından, təbliğat psixologiyasından nə qədər savadlısan ki, İmam Rıza əleyhissalamdan çox bilirsən və deyirsən bu doğru metod deyil. Həmişə insanlara bu təsir edib. İnsanlara zaten metod falan keçmir. İnsanlara səmimiyyət keçir. Səmimi olmayan insan qulaq assa da bekara qulaq asır. İmamların həyatında bu nüanslar daha çox gözə çarpır və elmi şəkildə bir şey açıqlayanda da o şəffaflıq və möhkəmlik söhbəti çox mühümdür. O ayə də onu əsaslandırdı. Qulu qavlən sədida, danışanda möhkəm məntiqiniz olsun. Çox gözəl, Hacı. O qədər mövzulara toxundunuz. Həqiqətən vacib nüanslar idi bunlar imamların həyatında. Həqiqətən çox önəmlidir. İmam Rıza əleyhissalamın imamət mövzusuna elə tez-tez müraciət etməsinin səbəblərindən biri də budur ki, yəni elm bizim yanımızdadır. Bu İslamın, dinin, Quranın elmi bizim yanımızdadır. Sizin axtardığınız məhz bizlərik ki, gəlin bizi tapın. O sizin sözünüzə qüvvət bir hədisində İmam Əmirül-Müminin əleyhissalamdandır, səhvləmirəmsə, buyurur ki, biz bal arısı kimiyik. İnsanlar bilsə ki, bizdə bal var, bizi qəbul edərlər, gəlib biz. Onlar sadəcə bilmirlər ki, bizdə bal var. Çünki örtüblər də pərdə çəkib gedirlər başqa arıların yanına. Ona görə başqa yerlərə gedirlər. Amma bal bizdədir, yəni şəfa bizdədir. Necə? Bəli, Yasubuddindir. İmam Rıza əleyhissalamın imamətə tez-tez müraciət etməsi məhz imamın kimliyini, həqiqi kimliyini insanlara çatdırmalıdır. Çünki insanlar elə bilirdilər ki, elə imam da digər alimlər kimi, o da dərs oxuyub, o da müəyyən elmləri bilir, vəssalam, bu qədər. Və yaxud hətta xəlifələrlə də müqayisə edənlər olurdu ki, o da xəlifə, bu da sahabə, bu da sahabə, o da xəlifə, bu da xəlifə ola bilər, o da xəlifə. Amma imamət mövzusunun həqiqətini anlatmaqla insanlara baş salmaq istəyirdi ki, xeyr, biz tamamilə fərqli bir elmə malikik və İmam Sadiq əleyhissalam, şəraiti olan imamlar öz elmləri ilə sübut etdilər ki, xeyr, heç də belə deyil. Bizim elmimiz Allahdandır. Varisdirlər onlar, elmin varisləridirlər. Sizin sözünüzün qüvvəti İmam Baqir əleyhissalamdan nəql olunur ki, Qutadəyə rast gəldi bir dəfə. Qutada bilirsiniz də məşhur o təfsir Qətadə. Dedi ki, eşitdim, imam soruşdu ki, eşitdim, sən Quran təfsir eləyirsən. Dedi, bəli, yəbnə Rəsulillah eləyirəm. Dedi, sən kimsən Quran təfsir eləyirsən? Sən Quran elminin varisisən, Quran təfsir eləyirsən. Dedi, yox, o rəvayətlərdən filan. Dedi, bu təfsir deyil. Quranın balaları var. Mirasa malik olan varislər var. Quran irsiyyət tələb eləyir. Bu mənəvi bir varislik tələb edir. Bu irs sənə verilməyibsə, sən hansı səlahiyyətlə bunu eləyirsən? Fikir verin. Yəni, Qur'an-ı Kərim əleyhissalamın bu sözü, əleyhissalam nəsiblərdə buyurur ki, Qur'anın dili var. Quran samitdir, indi susqundur. Bacarırsınızsa, fəstəntiquhu, danışdırın onu. Amma danışdıra bilməzsiniz. Biz onun danışdırmağın qaydasını bilirik. Quranı danışdırmağın qaydasını biz bilirik. Biz və Qətarda kimlər Quranı cansız bir kitab hesab edirlər. Kitabdır da, yəni başqa kitablar necə? Bu da belə. Amma imamlar başa salırlar ki, Quran ilahi mərifət, idraç kanalıdır. Bu kanalın kodları var, parolları var, kilidləri var, açarları var, bunların yiyələri var, keşiyçiləri var. Baxın, bir harmonal bir mövzu əmələ gəlir. Əleyhissalam haqqında Resulullah sallallahu aleyhi və aleyhi nə buyurur? Buyurur ki, Ənə mədinətül ilmi və həliyyum babuha. Mən ilmi şəhəriyəm, şəhərin qapısıdır. Niyə bu sözü deyir?
Yəni bir peyğəmbərə barəsində empati yaradın, deyək, özünüzü qoyun peyğəmbərin yerinə. Niyə məhz bu ifadəni işlədir? Yəni bu elm şəhəri bir seyfdir. Bunun qapısının kodunu bilməsən, aldadacaqsan özünü. Sən bu şəhərə daxil olmamısan. Şəhərin kənarında gəzişmirsən, deyirsən ki, şəhərdən bir şəhərin kodu var. Kod da Əli əleyhissalam və onun övladlarıdır. Bəli. Çox gözəl, çox gözəl. Bunun fonunda, imamət mövzusunun fonunda İmam Rza əleyhissalam açıq şəkildə buyururdu ki, yəni Təvhidin şərti bizik, İslamın şərti bizik, İslamın şərti biz Əhl-i Beytin sevgisidir. İmam yəni Allahın təyin etdiyi şəxsiyyət, imam yəni mehriban ata, imam hətta deyir mehriban ana kimidir. Yəni bir insana nə lazımdır? Ata lazımdır, ana lazımdır. Bütün o yaşayış üçün hansı tələblər lazımdırsa, deyir hamısı bizik. İmam odur. İmam Rza əleyhissalam o imaməti tanıtıran nə qədər o hədisləri var. Və bu məsələdə imamət elmi ilə bağlı ən gözəl şərait yarandı İmam Cavad əleyhissalamın dövründə. Yəni İmam Rızanın da dövründə İmam Rızanın o alimlərlə müzakirələri, Məmunun məclislərindəki çıxışları, söhbətləri, münazirələri həm atəşpərəstlərlə, zərdüştlərlə, yəhudilərlə, xristianlarla. O bir hədisi var, deyir ki, Məmun görəndə ki, mən Tövrat əhli ilə Tövratla, İncil əhli ilə İncillə danışıram. Quran əhli Quranla danışıram. Onda biləcək ki, mən kiməm. Həqiqətən də belə olur. Məmunun məqsədi ayrı idi. O deyirdi ki, əgər Məmun da çox bilmiş siyasətçi idi axı. Hələ mən Azərbaycan tarix kitablarında oxuyanda yadıma düşür, onu necə adlandırırlar? Yumurtadan yunqırxan siyasətçi deyirdilər onu. Məmun fikirləşirdi. Birisi də Məmunu təzyiqdə saxlayırdı Abbasilər. O əsas o spesifik Abbasilər ənənəvi ki, sən niyə gəldin bu məsələn Əhl-i Beytin nümayəndəsini gətirdin saraya? Məmun deyirdi ki, bu debatı qururam. Əgər imam qalib gəlsə, bunların ağzını yumacam. Görürsünüz, mən düz eləmişəm. Əgər məğlub olsa, imamın tərəfdarlarının yanında mən uğur qazanacam, imam gözdən düşəcək. Bəli. Amma görəndə ki, imam uğur qazandı və imamın elmi insanlara aydın olurdu ki, yəni bu necə bir elm ola bilər? Yəni normalda bir alim yəni heç vaxt bu cür elmə sahib universal ola bilməz. Bunun bariz nümunəsi İmam Cavad əleyhissalamın dönəmində oldu. Məsələn, İmam Rızadan bir hədis var. Deyir ki, şiələrim üçün ən bərəkətli mövlud oğlum İmam Cavad əleyhissalamın mövlududur. Ən bərəkətli. Nəyə görə ən bərəkətli? Ona görə ən bərəkətli idi ki, artıq imam ki 7 yaşında, 8 yaşında imamətə çatdı İmam Cavad əleyhissalam. Orada yenə də alimlərlə mübahisələr düşürdü. O məşhur fikri sual-cavab var. Bəli. Bütün suallara cavab verəndən sonra böyük məclislərdə artıq insanlar bilirdilər ki, başa düşdülər ki, xüsusilə şiələr, başa düşdülər ki, həqiqətən də elə imamın elmi Allahın elmidir. Bəli, o bağlıdır ora. Çünki 7 yaşında, 8 yaşında bir uşaq necə ola bilər ki, bu qədər elmə vaqif olsun? Böyük bir qazıl-quzatla belə mübahisələr eləyib qalib gəlsin. Nə qədər alimləri susturur, nə qədər... Deməli, imamətin tanıtdırılması üçün bütün bu şəraitlər vacib idi ki, onlar deməli, qarşıya çıxdı və şərait yarandı. Həm İmam Rızanın dövründə gözəl bir mümbit şərait vardı ki, imamət tanınsın. Həm də İmam Cavad əleyhissalamın dönəmində artıq insanlar əyani şəkildə başa düşdülər ki, hələ şiələrdən söhbət gedir. Başa düşdülər ki, imamın elmi Allahın elmidir. Çünki bu problem var idi də. İmam Sadiq əleyhissalamın dönəmində, İmam Baqir əleyhissalam şəhadətə çatandan sonra bir qrup şiələr gəldilər İmam Sadiq əleyhissalamın yanına ki, bəs gəlmişik baş sağlığıya. Bir nəfər orada deyir ki, Yəbnə Rasulillah, bəs başın sağ olsun filan. Biz elə bir imamı itirdik ki, o deyəndə qalə Rasulullah da sənəd istəmirdik. Yəni, gərək imam Peyğəmbəri görməyib axı. Peyğəmbəri belə buyurub,
Demirlər Birbaşa- kimdən eşitmirsən? Birbaşa deyə bilməz axı. Gərək desin ki, mən filan kəsdən eşitdim, o filan kəsdən, o da Rəsulullahdan eşitdi. Adətən hədisin sənədini bu cür qeyd edirdilər də ravilər. Amma İmam Baqir əleyhissalam heç də belə etmirdi. Ümumiyyətlə imamlarımız çox az hallarda o sənədi qeyd ediblər də. Bu da lazım olanda. Lazım olanda, amma özləri birbaşa Rəsulullahdan. Məclis əhli xibrə məclisi olanda, xiridar olanda demirdilər sənə. Bəli. Deməli, orada imam deyir ki, o İmam Baqir əleyhissalam deyəndə ki, ya qala Rasulullah, peyğəmbər belə buyurdu. Dahi ondan sənəd istəmirdik. Bilirdik ki, bunu peyğəmbər buyurub. Heyf ki, elə bir şəxsiyyət itirdik. Deyir İmam Sadiq əleyhissalam başını qaldırdı, dedi ki, qalallahu təbarəkə və taala. Allah belə buyurur ki, kim bir xardal dənəsi qədər bir əməl etsə, o harda olsa, yenə də yəni gizlənsə, gizli bir yerdə olsa da Allah təala onu üzə çıxardıb gətirəcək. Sonra diyor ki, imam bunu niyə buyurdu belə? Nə dəxli var mövzuya? Dəxli budur ki, o İmam əleyhissalam başı salmaq istəyirdi ki, imam nəinki qala Rasulullah, davamdır, gedirəm. Nəinki qala Rasulullah, da qala Allah deyə bilər imam. Yenə sənəd istəməməlisən. Yəni imaməti tanıtdırmaq, hələ öz şiələrinə imaməti tanıtdırmaq çox vacib məsələ idi. İmam Rıza əleyhissalamın dönəmində həmçinin və İmam Cavad əleyhissalamın dönəmi də buna əyani sübut idi. Mən istəyirəm ki, İmam Rıza əleyhissalamın o bayram namazına getməsi, o məsələyə biraz açıqlıq gətirəsiz, açıqlama gətirəsiz. Ümumiyyətlə, imamlar niyə qətlə yetiriliblər, niyə şəhid ediliblər? Fikir verin, İmam Hüseyin əleyhissalamdan sonra demək olar ki, imamət tamamilə təcrid olundu da. Yəni, heç bir siyasi proseslərə qarışdırılmadı. İmam Rıza əleyhissalamda zorla qarışdırıldı, o da siyasətə yox. Yəni, qılınc gücünə gətirdilər İmam Rıza əleyhissalamı. Yəni, biz elə bildik ki, İmam Rıza əleyhissalam elə ağayana yaşayıb filan, çox çətin durumlar olub. Hətta bir dəfə İmam Rıza əleyhissalam Mədinədə olanda evini talan eləyiblər. Evini talan eləyiblər. İndi vaxt yoxdur, mən o bəzi əhvalatlara keçim, amma bir məsələni qeyd edeyim. Məmun Ər-Rəşid hansı istiqamətdən imamı məğlub etməyə çalışırdısa, gözdən salmağa çalışırdısa, hansı istiqamətdə özünü önə çıxarmağa çalışırdısa alınmırdı. Nəhayət bu fikrə düşdü ki, bu müqəddiməni deyim, imamı təyin eləyəndə vəliəhd kimi, imam yenə etiraz elədi. Dedi ki, mən səndən yaşlıyam. Vəliəhd cavana verilməlidir məndən sonra. Bəlkə mən səndən tez öləcəm, mən səndən yaşlıyam, sən məndən cavansan, məmun. Məmun dedi ki, bundan qaçış yoxdur. Qəbul eləməzsin. İmam bir şərtlə qəbul elədi. Buyurdu, mən heç bir hakimiyyət prosesinə qarışmayacağam. Nə birini işə təyin eləyəcəm, nə birini işdən çıxaracağam, nə siyasi proseslərə, heç nəyə qarışmayacağam. Məmun da var qüvvəsi ilə çalışırdı imamı qarışdırsın hansısa hadisəyə ki, sabah öz qərarlarının legitimliyini gözə soxsun ki, görürsünüz, imam da bizdən paralel, bizim yanımızdadır. Heç nə bacarmayanda bir dəfə bayram namazında dedi ki, hə, bax, bundan qaçış yoxdur. Məqsəd də buydu ki, hər il mən xəlifə olaraq, hakim olaraq qılırdım bu namazı. Bu həm də siyasi bir, elə bil ki, məqamdır, mövqedir. İndi imamı göndərirəm ki, mənim canişinimdir, vəliəhdimdir. İmam imtina elədi. Buyurdu ki, yox, mən getməyəcəm, namaz qılmayacam. Dedi, yox, siz qılacaqsınız, başqa çarə yoxdur. Əvvəl başladı imama ağıl verməyə, estağfurullah, sünnətdir, peyğəmbər, müstəhəb filan. İmam buyurdu, bir şərtlə mən namazı qılaram ki, Peyğəmbər Salavatullahın bayram namazını qılacam. O necə qılıb elə? Məmun dedi, laf gözəl, laf əla, istifadə eləyərək filan. Bilmir axı. Siz zalimin gözü tutulurdu. Hətta biz özümüz boyda zülm eləyəndə görürük ki, gözümüz tutulur. Böyük zalim vardır, böyük şəkildə gözlərin, bəsirətləri bağlandır. O elə bilirlər ki, imamlar özlərindən qondarırlar. Halbuki Peyğəmbər Salavatullahın ənənəsi idi bu. Məmundur ki, bəli, imam qılacaq. İmam Rıza əleyhissalam başını açdı, ağ bir paltar geyindi əyninə,
ayaqqabısını çıxartdı. Hamısında nümayişkarane şəkildə. Allahu Ekber, təkbirlər deyə, elhamdülillah, Piyada Allah hədana, piyada əsa ilə evindən çıxıb, namaz da müstəhəbdir, açıq havada qılınsın. Gedir açıq havaya. İnsanlar heç vaxt namazın belə nümayişkarane olduğunu görməmişdilər. Həmişə namazı belə məscid filan, künc bucaq, hər tərəfdən baxırlar, bu nədir, bu kişi neyniyir? Gedirdi namazımızı qılırdı, xütbə oxunurdu. Bu neyniyir? Bu namazı küçədən başlayır yaşatmağa. Təkbirlər, oradan o qoşuldu, buradan bu qoşuldu. Məmuna xəbər çatdı ki, mühafizə üçün qoyduğumuz generallar, əskərlər çəkmələrini çıxardıb, silahlarını atıb qoşulublar dəstəyə. Vəzir gəldi, dedi ki, məmun, vəziyyət o yerdədir ki, Mərv boşaldı. Şəhər çıxdı səhraya. Dedi, necə çıxdı? Dedi, bax, bu saat şəhərə sən hakimlik eləmirsən. Bir dənə bayram namazı ilə şəhərə hakim kəsilən bir şəxsi məmun məcbur oldu atla çapa-çapa gəlsin, dedi ki, qaydım mən özüm qılacam. İmamlara ona görə kiçicik bir meydanda vermirdilər. Mən istəyirəm burada, əgər 1-2 dəqiqə vaxtımız varsa... 2 dəqiqə mən. Ayətullah Lüzmər... Bir dənə bu söz deyim, qeyd üçündür. Deməli, Həzrəti Əlidən sonra heç bir imamımız bayram namazı qılmağa olmamışdı. Yəni, müvəffəq olmamışdı. Şərait alınmırdı, bəli. Yeganə İmam Rıza Aleyhisselam idi ki, onda da qoymadılar. Ayətullah Lüzmər Behçətin oğlu deyir, bunun yaşayırdı indi. Əliyağa Behçət, Allah can sağ eləsin. YouTube kanallarında da var bu əhvalat. Deyir ki, atamın bir dostu var idi. Uzun müddət İraqlı ərəb ölkələrində nümayəndə olmuşdu. Adı fikrimdən çıxıb, adı da deyilir orada. Deyir, bir dəfə gəldi atamın yanına. Dedi ki, ağay Behçət, biz səninlə tələbə yoldaş olmuşuq. Uzun illər. Həm hücrə olmuşuq. Mən səndən incimişəm. Atam dedi, niyə? Dedi, çünki sənə Allah bəzi məqamlar verdi, sən qalxdın, mənə kömək eləmədin. Atama deyir, çox pis tərzlərdir bu söz. Ki, bəs doğrudan mən dostluq, tələbə dostluğu haqqı yerinə yetirməmiş oluram filan. Dedi, bax, indi durub desən ki, filan şey elə, filan şey elə, mən də 70-80 yaşım var, daha mən əməl eləmək vaxtım keçdi. Amma səndən başqa bir xahişim var. Deyir, atam ağladı hətta. Ki, mən niyə belə olub? Dedi ki, buyur. Dedi ki, mən bilirəm ki, sən görüşlərin olur. Mənə bir hədiyyə ver. Deyir, atam dedi ki, sən də tələbəlik haqqı qoydun boynuma. Mən məzmun danışıram da qısa. Mən bir söz deyim. Mən İmam Rıza Aleyhisselamla görüşdüm. Mənə 10 dənə hədiyyə verdi. O hədiyyələrin birini verirəm sənə. O da bundan ibarət. İmam Rıza ağa mənə buyurdu ki, heç elə şey mümkündür ki, siz bizim qapımıza gələsiniz, biz deyək, yox. Mümkün deyil bu. Mümkün deyil, siz biz Əhl-i Beytin qapısına gələsiniz, biz süb əli boş yola salaq. Bundan arxayın olun. İstədim ki, bu sözü deyib İmam Rıza ağanın boynuna haqq koyayım ki, estağfurullah, ərköyünlü kimi, ki, bizə də inayət eləsin inşallah. İnşallah, onun balası siz daha inşallah bizim üçün də dua eləyin. Siz də dua eləyin. Allah təala müvəffəq eləsin, Allah təala canınızı salamat eləsin. Bayram münasibəti ilə bir daha şəxsən sizi təbrik edirəm. Mən də sizi təbrik edirəm. Əziz tamaşaçıları təbrik edirəm. Allah sizi var eləsin inşallah. Allah köməyiniz olsun.